Salam dəyərli dost TV izləyiciləri, qayğı verilişinə baxırsınız. Məişət zorakılığı ilə mübarizədə dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığından danışacağıq və əlbəttə ki, studiyamızda qonağımız da var. Nailə İsmailova, Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri. Xoş gəlmişsiniz Nailə xanım. Təşəkkür edirəm, çox sağ olun. Nailə xanım, biz əvvəlki dövrlərdə sizinlə bu mövzuda müzakirələrimiz olub. Həm tədbirlərdə, həm məişət zorakılığına bağlı müxtəlif təbliğat kampaniyalarında birgə iştirak etmişik və əlbəttə ki, bu mövzu həmişə cəmiyyətdə həssas bir mövzu olub. Ümumiyyətlə, məişət zorakılığı nədir və cəmiyyətdə bu sahədə yanlış bilinən və düzgün anlaşılmayan təsəvvürlər nədən ibarətdir? Bununla bağlı bir məlumat verərdiniz. Çox sağ olun. İlk öncə təşəkkür edirəm. Təbii ki, bu mövzu hələ də sanki dırnaqarası aktuallığını saxlayır cəmiyyətdə. Amma heç istəməzdik ki, belə bir mövzu aktual olsun. Amma bizdən asılı olmayan məsələlər var. Təbii ki, ilk növbədə ümumiyyətlə məişət zorakılığı nədir sualı verilərsə, bunun belə cavab vermək olar ki, məişət zorakılığı istər qadın, istər kişi və yaxud da uşaqlara, ümumiyyətlə şəxsə öz yaxınları tərəfindən, ailə üzvləri, keçmiş həyat yoldaşı və yaxud da indiki həyat yoldaşı, birgə yaşadığı şəxs tərəfindən, eyni zamanda yaxın qohumlar tərəfindən göstərilən zorakılıqdır. Amma zorakılığın da bilirsiniz ki, müxtəlif növləri var. Yəni, zorakılıq, biz nədənsə həmişə belə bir zorakılıq deyəndə ağlımıza ilk gələn fiziki zorakılıq olur, döymə və yaxud şiddət göstərmək. Evet. Lakin məişət zorakılığı dedikdə burada həm psixoloji, həm iqtisadi, sosial, eyni zamanda cinsi zorakılıqdan söhbət gedə bilər. Bəzən insanlar arasında belə bir stereotip yaranıb ki, zorakılıq baş veribsə buna qarışmaq olmaz, bu ailə daxili məsələdir filandır. Amma unutmaq olmaz ki, məişət zorakılığı hər hansı bir ailədə bir şəxsə qarşı göstərilirsə, bu yalnız o ailənin problemi deyil, bu ümumilikdə həm cəmiyyətin problemidir, eyni zamanda burada söhbət insan hüquqlarından gedir, yəni insan hüquqlarının pozulmasından gedir. Həmin şəxsə qarşı onun hüququnun pozulması, ona qarşı göstərilən şiddətin sanki cəmiyyətə qarşı göstərilən bir şiddət kimi nəzərə alınır. Yəni, cəmiyyət olaraq həmişə diqqətə saxlamalıdır. Əslində, bu çox həssas mövzudur. Necə ki, başqa mövzular, həssas bildiyimiz mövzular var. Bu da onlardan biridir. Belə ki, bir ailədə baş verən məişət zorakılığı, orada insanların hansısa bir şəxsə qarşı onun təhlükəsizliyini təmin olunmaması, ona qarşı törədilmiş zorakılıq eyni zamanda o insanın həyati təhlükəsi deməkdir. Və bu zamanda təbii ki, yəqin ki, sonradan daha sonra suallar çıxacaq ortaya. Ümumiyyətlə, həmin insanın təhlükəsizliyi baxımından hansı işlər görülməlidir? Əlbəttə ki, biz ilk növbədə məişət zorakılığına məruz qalmış insana qarşı, şəxsə qarşı, nəinki ailəsi, eyni zamanda ətrafda yaşayan, hətta qonşu, qohum və yaxud yad insanlar da ola bilər. Hər kəs ona qarşı həssas davranmalıdır. Ümumiyyətlə, məişət zorakılığına məruz qalmış insanlar, onların, belə deyək ki, özgüvənləri həmin anda aşağı düşür, aşağı səviyyəyə düşür. Çünki ona elə gəlir ki, o çox zəifdir, ona qarşı göstərilən bu zorakılıq onun zəifliyindən irəli gəlir. Əslində, bu belə deyil. Çünki insan qarşısında ona zorakılıq göstərən aqressor, onun adı təbii ki, belə adlanır, zərər çəkmişi alçatmaq, onu təhdid etmək, ona hədə-qorxu gəlməklə sanki onun özgüvənini əlindən almış olur və bu da sonda həmin zərər çəkmişin, yəni məişət zorakılığına məruz qalmış zərər çəkmişin özgüvəninin aşağı səviyyəyə düşməsinə səbəb olmuş olur. Bu məqamda Nailə xanım, əlbəttə ki, müdafiə mexanizmləri belə deyək, yada düşür və ümumiyyətlə cəmiyyətdə, Azərbaycanda belə deyək, ümumilikdə götürəndə məişət zorakılığına məruz qalan şəxslərin qorunması üçün, hüquqlarının müdafiəsi üçün və təhlükəsizliyinin təmin edilməsi üçün hansı müdafiə mexanizmləri var? Ümumiyyətlə, mən sizə deyim ki, əslində hər bir şəxs, hər bir insan öz-özünü müdafiə etməyi bacarmalıdır. Hansı situasiyada olur olsun, hansı vəziyyətdə olursa olsun, bu məişət zorakılığının digər növləri ola bilər. Fiziki zorakılıqdan əlavə iqtisadi,
cinsi biraz əvvəl söylədiyim kimi psixoloji. İnsan özünü müdafiə etməyi bacarmalıdır. Lakin bəzən çox təəssüflər olsun ki, bizim cəmiyyətimizdə biz nədənsə qadınlara qarşı daha çox zorakılıqlarla rastlaşırıq. Eyni zamanda uşaqlara qarşı da zorakılıqların sayı demək olar ki, qadınlardan sonra ikinci planda gəlir. Əlbəttə ki, özünü müdafiə edə bilməyən insan istər-istəməz ətrafdan mütləq yardım almalıdır. Amma bu yardımı ala bilirmi? Bəzən görürüz ki, ona mane olan məsələlər olur, problemlər olur. Deyək ki, ya o utanır, ya özünü o qədər zəif hiss edir ki, fikirləşir ki, yox, bunu mən heç kəsə deməyim. Bu zorakılıq biraz da şiddətlənə bilər. Və yaxud da ki, el qınağından utanır və yaxud da ki, fikirləşir ki, mən bunu kiməsə desəm, mənə qarşı münasibət, cəmiyyətdə münasibət dəyişəcək, qohum arasında, qonşu arasında. Lakin bu belə deyil. Əlbəttə ki, insanın təhlükəsizliyi ilk növbədə onun sağlamlığına dəlalət edir. O nöqteyi nəzərdən də məişət zorakılığına məruz qalan hər hansı bir zərər çəkmiş şəxs mütləq yardım almalıdır. Bu yardımı necə ala bilər? İlk növbədə təbii ki, dövlət qurumlarına, müvafiq dövlət qurumlarına müraciət etməlidir. Dövlət qurumları deyərkən burada bütün bu sahə üzrə, belə deyək ki, məşğul olan müvafiq dövlət qurumları var. Elə onlardan biri də sizin nazirlikdir, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, müvafiq qurumları, xidmət sahələri, eyni zamanda Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bundan daha öncə deyək ki, onlara əgər əl çatanlığı yoxdursa, əli çata bilmirsə, daha öncə yerli, belə deyək ki, icra hakimiyyətləri, polisin bilirsiniz ki, 102 qaynar xətti var və həmin qaynar xəttə müraciət etməlidir. Mən belə düşünürəm ki, mən bir qadın olaraq da düşünürəm hətta bunu. Fikirləşirəm ki, əgər bir insan məişət zorakılığına, bir qadın məişət zorakılığına məruz qalıbdırsa, o mütləq yardım istəməlidir. Əgər yardım istəməzsə, bu daha sonra daha böyük fəsadlara gətirib çıxarda bilər. Burada utanmağın, çəkinməyin, el qınağından, belə deyək ki, düçar ola biləcəyindən qorxmaq lazım deyil. Birinci, insanın öz həyati təhlükəsi təmin olunmalıdır ki, o daha özünü daha sonraki mərhələdə güclü hiss edib buna cavab verə bilsin. Əlbəttə ki, cavab verə bilməyəndə dediyim kimi müvafiq qurumlara müraciət etməlidir. Əgər burada doğrudan da fiziki zorakılıq varsa, təbii ki, o ilk növbədə polisin 102 qaynar xəttindən istifadə etməlidir. Ən azından heç olmasa bu dövlət qurumlarının xəbəri olmalıdır ki, bu ailədə bu insana qarşı müəyyən şiddət var və o artıq polisə müraciət olduqdan sonra digər dövlət qurumları artıq bu məsələyə daha həssaslıqla yanaşacaqlar. Çünki polis bilirsiniz ki, digər dövlət qurumlarına da bu məsələ ilə bağlı məlumat vermək, belə deyək ki, həm vəzifə borcu, həm eyni zamanda məlumatlandırmalıdır ki, məsələ ilə bağlı ciddi tədbirlər, həm də operativ tədbir, birgə iş aparılsın təbii ki. Nariman xanım, elə birgə işdən və belə deyək, məişət zorakılığına məruz qalan şəxslərə göstərilən dəstəkdən danışdıqda bir sual da ortaya çıxır ki, ümumiyyətlə bu şəxslərə müraciət etdikdən sonra hansı xidmətlər göstərilir? Onlar daha çox hansı xidmətlərə təmin olunurlar? Belə deyək ki, əgər artıq dövlət qurumları bununla bağlı məlumatlıdırsa, təbii ki, ilk növbədə həmin insanlara psixoloji yardım göstərilməlidir. Çünki onların emosiyaları daha, belə deyək ki, kritik vəziyyətdə olduğuna görə o emosional, sosial müdaxilələr olunmalıdır. Əlbəttə ki, burada daha çox, əgər şəxs çox çətin, kritik bir vəziyyətdə qalıbsa, onun, belə deyək ki, ətrafla əlaqəsi məhdudlaşdırılıbsa, mütləq
o insanın psixoloji vəziyyəti o qədər də qənaətbəxş olmur. Ona görə də həmin insanın həyati təhlükəsi varsa, mütləq onu o vəziyyətdən çıxartmaq üçün müvafiq dövlət qurumlarına müraciət edib ona müxtəlif xidmətlər göstərilir. Elə bunlardan da bilirsiniz ki, Sosial Xidmətlər Agentliyi bu özünün o sosial müəssisələri ki var, həmin müəssisələrə yerləşdirməklə bağlı dövlət qurumları birgə müvafiq qərar verirlər. Təbii ki, burada birgə qərarlar verilir və digər, belə deyək ki, əgər lazım gələrsə, digər xidmətlərin göstərilməsi, həm psixoloji olaraq xidmətlərin göstərilməsi, eyni zamanda ola bilər ki, zərər çəkmişin həyati təhlükəsi təmin olunduqdan sonra, belə deyək ki, daha təhlükəsiz yerə sığınacağa deyək ki, yerləşdirildikdən sonra, bəli, məişət zorakılıq, təbii ki, biz də həmin sığınacaqda da infoturda olmuşam mən və oradakı, belə deyim ki, vəziyyətdə görmüşəm, oradakı şəraiti də görmüşəm, hər cürə şərait də var və psixoloqlar tərəfindən müəyyən yardımlar göstərilir, sosial işçilər onların qayğılarına qalır, istər-istəməz qiymətləndirmə aparılır və eyni zamanda daha sonraki mərhələdə artıq deyək ki, onun gələcək həyatının təmin olunması üçün hansı yardımlar lazımdır, həmin yardımlarla şəxs təmin olunmuş olur və bu da onun gələcək həyatının həm yaxşılaşması, həm özünə inamının artması, eyni zamanda əgər uşaqları varsa, uşaqlarının da belə deyək ki, onun yanında olmasının təmin olunması da hətta biz bilirik ki, bu məsələ çox ciddi həssaslıqla yanaşılır. Çünki bilirsiniz ki, uşaqlar da həssas təbəqədən olan bizim əhali qrupumuza aiddir. Bəzən olur ki, qadınlar görürsünüz ki, məişət zorakılığına məruz qalır, zərər çəkir və evdən qaçmaq məcburiyyətində olur. Belə hallar da baş verir. O heç, belə deyək ki, heç zamanı, bəlkə də imkanı olmur ki, uşağını özü ilə götürə bilsin. Bu zaman mütləq dövlət qurumları bu məsələdə çox həssaslıqla yanaşırlar ki, həmin qadın öz evladlarından uzaqlaşdırılmasın. Burada yəni həm sosial hüquqi, həm sosial psixoloji, sosial iqtisadi xidmətlər də təmin olunur. Təbii ki, gələcəkdə sosial-iqtisadi biz deyəndə bəlkə ola bilər ki, insanlarımız bunu tam, bizi izləyən insanlar tam bunu düşünə bilməsinlər ki, sosial-iqtisadi nə deməkdir? Bilirsiniz ki, sığınacağa yerləşdirilən şəxslər, yəni zərər çəkmiş insan məişət zorakılığından daha sonra ona göstərilən sosial psixoloji, sosial emosional və digər yardımlar göstərdikdən sonra onun həyatını təmin etmək üçün maddi cəhətdən, hətta sosial-iqtisadi, belə deyək ki, onun haqqında müəyyən məsələlər düşünülür və gələcəkdə hətta onun işləməsi üçün şəraitdə yaradılır. Siz az əvvəl qeyd etdiniz ki, bəzən vətəndaşlarımız, ümumiyyətlə məişət zorakılığına məruz qalan şəxslər müraciət etməkdən çəkinirlər. Bunun da müxtəlif səbəbləri var. Onlardan biri də qınaqdır, ictimai qınaq və yaxud da belə deyək, cəmiyyət arasında bunu bəlli etmək istəmirlər. Ümumiyyətlə, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır ki, məişət zorakılığına məruz qalan şəxs dövlət qurumuna müraciət eləsin, yardımcı müraciət etsin? Əslində, biraz əvvəl də söylədim. Ümumiyyətlə, məişət zorakılığına məruz qalmış, zərər çəkən şəxsə qarşı cəmiyyət, İstər ailə üzvləri, istərsə də cəmiyyət. Bəzən ailə üzvləri həssaslıqla yanaşmır. Həssaslıqla yanaşmış olsaydılar, hər halda bu halı yaşamazdı. Amma cəmiyyət olaraq həmin şəxsə qarşı həssaslıqla yanaşmaq lazımdır. Çünki bu insanlar artıq öz güvənlərini itirmiş olurlar, özlərini çox zəif hiss eləyirlər, alçalmış hiss eləyirlər. Onlarla söhbət eləmək lazımdır. Bu, təbii ki, ictimai qınaq çox yaxşı bir şeydir, amma yerində olduqda daha gözəl olur. Belə insanlara qarşı ictimai qınaq onların gələcəkdə, belə deyək ki, öz həyatları bahasına başa gəlmiş olur. Daha pis fəsadlarla başa gəlir. Ona görə biz o insanlara qarşı onlarla söhbət etməliyik. Bunu bacaran insanlar təbii ki, hər adam da bunu etməyə bacarmır. Söhbət etməliyik, onu qınamaq deyil, əksinə
ona qarşı daha səmimi yanaşmaq lazımdır ki, o insan inana bilsin. Məsələn, deyək ki, mən bir məişət zorakılığına məruz qalmış bir xanımla əgər söhbət etmək istəyirəmsə, onun özgüvənini geri qaytarmaq istəyirəmsə, mənə inanmağını istəyirəmsə, mən ona səmimi söhbət etməliyəm və ona yol göstərməliyəm. Bunu cəmiyyətin hər bir üzvü etməyi bacarsa daha gözəl olar. Amma çox təəssüflər olsun ki, bu həmişə belə olmur. Bəzən görürük ki, aqressor qalır bir kənarda, məişət zorakılığına məruz qalmış, zərər çəkmişi qınayırlar və sonda da həmin zərər çəkmiş el qınağından utanır, fikirləşir ki, yox, mən qoy elə bu evdə qalım. Amma kənara söhbət çıxmasın. Və bu da sonda nəyə gəlir? Təbii ki, aqressorun, ümumiyyətlə aqressor dediyimiz insan, o məişət zorakılığını göstərən insan, onda heç vaxtı sanki ona elə gəlir ki, o həmişə haqlıdır. O mütləq bu zorakılığı göstərməlidir. Zorakılığı göstərməsə, qarşısındakı insanın ona qarşı münasibəti dəyişəcək, fikirləşəcək ki, görürsən, məndən çəkindimi, ya qorxdumu, falan oldu. Bu, aqressor həmişə bu düşüncədə olur. Amma ümumiyyətlə, ailələrdə qarşılıqlı bir münasibətdə bir hörmət olmalıdır. Əgər bu hörmət yoxdursa, o münasibətlər əzəl-axır hardasa o bir zəif bənddən mütləq qırılacaq. Bu, yəni biz nə qədər istəsək də, istəməsək də bu belədir. Ona görə də zərər çəkmiş insan susmamalıdır. Danışmağı bacarmalıdır, deməlidir. Ona qarşı hansı zorakılıq göstərilirsə, bu demək deyil ki, sən bunu el-aləmlə bir elədin. Axı, bu sənə canıva qəsd eləmək istəyir və sonda da doğrudan da belə alınır. Bəzən görürsünüz ki, məişət zorakılığına məruz qalmış bu qadın və yaxud da uşaq bunu heç yanda demir. Ona qarşı elənən, burada uşaq da var. Mən bunu xüsusilə qeyd elədim ki, uşaq amili də var. Çünki bəzən görürsünüz ki, elə öz yaxınları tərəfindən uşaqlara qarşı həm fiziki, burada deyək ki, sosial-iqtisadi bir kənara qoyuram, psixoloji, hətta belə cinsi zorakılıq olur. Bəzən bunu gizlədilir, həm valideynlər tərəfindən gizlədilir, həm uşağın öz tərəfinə və bu sonda da sanki bir vərdiş halına çevrilmiş olur və aqressor da o şəxsə qarşı, uşağa qarşı elədiyi zorakılığı artıq bilir ki, öz-özünə əminliklə fikirləşir ki, artıq bu heç kəsə deyilməyəcək, bunun üstü örtülü qalacaq. Amma bu belə deyil. Bir növ arxayınlıq yaranır. Arxayınlıq yaranır. Mən buradan da üzümü tuturam bizim o məişət zorakılığına məruz qalmış insanlara söyləmək istəyirəm ki, demək istəyirəm ki, susmayın. Siz susduqca sizin başınıza daha çox bəlalar gələ bilər və bilirsiniz ki, sonda da biz bunun şahidi də olmuşuq cəmiyyətdə, yaşadığımız ətrafda olan insanlardan da görmüşük ki, sonu ölümlə nəticələnən məişət zorakılıqları var. Bu heç də yaxşı hal deyil, həm cəmiyyət üçün yaxşı hal deyil, həm də insanların gözü qarşısında olanda və yaxud da ki, həmin zərər çəkmişlə eyni ailədə yaşayan insanların gözü qarşısında olanda artıq insanlarda bir, belə deyək ki, nifrət formalaşır. Və bu nifrət daha sonra o insanın özündə də müəyyən psixoloji problemlər yaratmış olur. Ona görə də mən düşünürəm ki, məişət zorakılığından əziyyət çəkən, zərər çəkən insanlar öz fikirlərini düzgün ifadə edib, həm dövlət qurumlarına müraciət etməlidir, müvafiq dövlət qurumlarına təbii ki, müraciət etməlidir. Eyni zamanda bizim kimi qeyri-hökumət təşkilatlarına da müraciət etməlidir. Bu bizim təcrübəmizdə var. Nailə xanım, bəs məişət zorakılığından zərər çəkmiş şəxslərin sayının azaldılması, ümumiyyətlə bu sahədə maarifləndirmənin artırılması və eyni zamanda xüsusi mesajların, təsirli mesajların seçilməsi istiqamətində daha çox nələrə diqqət etməliyik sizcə? Ümumiyyətlə, nəinki məişət zorakılığı, digər biz hallarda sadalasaq yaxşı olar. Məsələn, İstər erkən nigahla bağlı olsun, istər insan alveri ilə bağlı olsun. Çünki bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. Məsələn, deyək ki, erkən nigah gətirir məişət zorakılığına, məişət zorakılığı gətirir insan alverinə çıxardır. Amma burada məişət zorakılığından bu məsələlərdə daha böyük təsiri var, yəni mənfi təsirləri var. O nöqteyi nəzərdən bu məsələlərin aradan
belə deyək ki, aradan qaldırmaq biraz çətin məsələdir. Çünki nə qədər ki insan yaşayır, təbii ki, iki insan bir-biri ilə sözü düz gəlməyəndə istər-istəməz bir-birinə hansısa formada zorakılıq göstərmiş olur. Təbii ki, biz bunu istəmirik, amma baş verir. Və bu halların aradan qismən də olsa aradan qaldırılması üçün mütləq maarifləndirici mesajlar verilməlidir. Maarifləndirmə işləri aparılmalıdır cəmiyyətdə. Məsələn, biz qeyri-hökumət təşkilatı olaraq müxtəlif layihələr həyata keçiririk və həmin layihələrdə insanlara mesajlar ötürürük. Bu mesajlar nədir? Zorakılığa yox deyək, gəlin birgə zorakılığın qarşısını alaq, zorakılıq olduqda susmayın. Digər və bu kimi mesajlar verildikcə o bilməyən insanlara da o mesajlar təsir etmiş olur. Məsələn, mən təcrübədən çıxış eləyərək sizə söyləmək istəyirəm ki, bizim 2017-ci ildən ümumiyyətlə biz məişət zorakılığına qarşı mübarizə ilə bağlı çox gözəl layihələr həyata keçirdik. Nəinki burada tək zərər çəkmişlər, eyni zamanda zərər çəkmişlərə xidmət göstərən sosial xidmətçilərin, onların da sosial işçilərin, onların da maarifləndirilməsinə böyük yer verdik. Aqressora biz son zamanlarda düşünürük ki, artıq məişət zorakılığına məruz qalmış, zərər çəkmişlə deyil, aqressorlarla, onlara zərər vuran insanlarla biz artıq iş aparmalıyıq. Yəni bunu törədən şəxslərlə. Bəli, bunu törədən şəxslərlə iş aparmalıyıq. Amma maarifləndirmə işi burada xüsusi rol oynayır. Çünki insan başqa cürə necə anlamalıdır? Məsələn, biz sizlə burada əyləşmişik, bizi olsun ki, milyonlarla insanlar izləyəcək. İstər-istəməz bizim burada söylədiklərimizdən, verdiyimiz mesajlardan insanlar özlərinə bir nəticə çıxarsınlar. Məsələn, nə? Maarifləndirmədə belə mesajların içərisində belə bir mesaj da verir ki, məişət zorakılığı eyni zamanda cinayət hesab olunur. Yəni, bunu eşidən insan fikirləşməlidir ki, demək mən kiməsə qarşı məişət zorakılığı, ya həyat yoldaşıma, ya birgə yaşadığım insana və yaxud da ailə üzvlərindən birinə məişət zorakılığı göstərmiş olsam, demək ki, məni hüquq mühafizə orqanları istər-istəməz məni sorğu-suala çəkəcəklər. Yəni, hüquqi bir məsuliyyət olacaq. Və hüquqi bir məsuliyyət yaranacaq burada. Eyni zamanda burada sosial məsuliyyət yaranır, burada iqtisadi məsuliyyət yaranır. Buradakı məsuliyyət artıq adam bunu başa düşməlidir və həmin insana qarşı məişət zorakılığı deyil, bunu çevirməlidir hörmətə, bunu çevirməlidir sevgiyə, bunu çevirməlidir ona qarşı olan münasibəti səmimiləşdirməlidir. Yəni, burada biz insanları döymək, söymək və yaxud da ki, cəzalandırmaq kimi məsələləri düşünmürük. Biz o insanı, necə deyərlər, el dilində desək, haqq yoluna çəkməyə çalışırıq ki, sən niyə məişət zorakılığı göstərsən, sən niyə fiziki zorakılıq göstərsən insana? Bəzən görürsünüz ki, ailədə yaşayan insanlar bir-birinə psixoloji zorakılıqlar göstərir. Bu da məişət zorakılığıdır. Deyək ki, aralarında sözləri düz gəlməyəndə başlayırlar bir-birinə o el dilində desək, acıq verməyə. Bu psixoloji zorakılıq hesab olunur və sonda gəlib yenə də bu gəlir çıxır fiziki zorakılığa. Deyək ki, iqtisadi zorakılıq. Qadın işləmir, kişi işləyir, evə deyək ki, evin ehtiyaclarını ödəmək üçün pul qazanır. Amma qadını özündən iqtisadi asılılığa salır və qadın işləmək istəyən də ona icazə vermir ki, işləmək olmaz. Qadın işləyə bilmir. Niyə? Bəs qadının da iqtisadi ehtiyacları var, qadının da müəyyən ehtiyacları var. Sən də ona qarşı bu iqtisadi zorakılığı göstərirsənsə, qadın məcbur olub işləmək istəyir. Burada da yenə onun qarşısına maneə öz həyat yoldaşı və yaxud birgə yaşadığı insan tərəfindən olur və sonda da qadın iqtisadi zorakılığa məruz qalır və başlayır kimlərdənsə yardım istəməyə, kömək istəməyə. Bu da yaxşı əlamət deyil. Təbii ki, ailə münasibətlərində hər şey balansda olmalıdır. Belə deyək ki, bir mənalı şəkildə deyirəm mən bunu. Bəzən görürsünüz ki, ailə quran insanlar, lap gənc ailələrdən gedir söhbət, sanki biri digərini özündən asılı salmaq istəyir. Axı bu düzgün deyil. Sabah o insan istər-istəməz bezəcək bunlardan. Bezəcək və sizin aranızdakı
münasibətlər pozulacaq və sonda da gətirib məişət zorakılığına çıxardacaq Mənfi və nəticələrə məişət gətirib zorakılığı da gətirib sonda biz bilmirik yolun sonu nə ilə bitə bilər. Onu qabaqcadan demək mümkün deyil, amma çox hallarda fəsadlar çox ağır olur. Xanım, əlbəttə ki, məişət zorakılığı mübarizədə həm qeyri-hökumət təşkilatları, həm də dövlət qurumları ayrılıqda iş aparırlar və zaman-zaman birgə layihələrin də şahidi oluruq. Bu istiqamətdə birgə əməkdaşlığın rolu nədən ibarətdir sizcə? Biz elə bir cəmiyyətdə yaşayırıq ki, hüquqi dövlətdə yaşayırıq. Biz şükür Allaha ki, ölkəmizdə hər şey sabitdir. İnsanlarımız da artıq həm özləri maarifləndirmək istəyirlər, həm digər ətrafında olan insanları maarifləndirmək istəyirlər. Bu məqsədlə də vətəndaş cəmiyyəti bu məsələdə çox böyük həssaslıq göstərir. Açığı deyim ki, sizə qeyri-hökumət təşkilatının rəhbəri olduğum üçün demirəm. Ümumiyyətlə çalışırıq ki, bax indi sizin burada məsələn, belə bir görüşü təşkil eləməyiniz, bu haqda danışmağımız, bu özü də bir cəmiyyətə bir mesajdır. Amma bu mesajları biz dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində edəndə bunun effekti daha çox olur. Yəni, sanki elə bir səsimizə bir səs də qatılır və bunu daha geniş diapazonda, daha geniş maştabda insanlara çatdırmaq mümkün olur. Əlbəttə, qeyri-hökumət təşkilatları ölkəmizdə bilirsiniz ki, artıq istər məişət zorakılığı olsun, istər digər problemlərlə bağlı çox gözəl layihələr həyata keçirir. Eyni zamanda, biraz əvvəl də söylədiyim kimi, məişət zorakılığı ilə bağlı uzun illərdir fəaliyyətimizi davam etdiririk və bu müxtəlif səpkili məişət zorakılığının qarşısının alınması məqsədi ilə həyata keçirilən layihələrimiz olub və bu yenə də davam edir və bu məsələdə biz belə deyək ki, sakit dayanmamışıq və bu layihələri davam etdiririk və birgə əməkdaşlıq dediyiniz, bax bizim biraz əvvəl söylədiyimiz müvafiq qurumlar, elə sizin də agentliklə birgə bizim belə deyək ki, həm sosial sifarişlərimiz olur, eyni zamanda birgə əməkdaşlığımız, nəinki Sosial Xidmətlər Agentliyi, eyni zamanda Daxili İşlər Nazirliyi olsun, daha sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olsun, lazım olan məqamda biz birgə operativ şəkildə, deyək ki, bir zərər çəkmişə qarşı hər hansı bir haqsızlıq olarsa, onun hüquqları pozularsa, onun cəmiyyətə inteqrasiya olunmalı halda ona qarşı müəyyən təzyiqlər olarsa, o zaman bizə qeyri-hökumət təşkilatlarına müraciət olunur və həmin müraciətlər əsasında da biz dövlət qurumlarına, müvafiq dövlət qurumlarına biz müraciət edirik və birgə operativ şəkildə məsələnin həllinə nail oluruq. Bəzən olur ki, biraz çətin olur, elə bizə də çətin olur, dövlət qurumlarına da çətin olur. Bilirsiniz ki, icra hakimiyyətlərində məişət zorakılığı ilə mübarizə ilə bağlı monitorinq qrupları yaradılıb. Məsələn, biz yeri gələndə monitorinq qruplarına da müraciət edirik. Bilirsiniz ki, bələdiyyələrdə gender əsaslı zorakılığa qarşı komissiyalar yaradılıbdır. Həmin komissiyalara da müraciət edirik. Səfərlər edirsiniz ümumiyyətlə regionlara? Səfərlər edirik. Əlbəttə ki, bizim elə işimiz demək olar ki, regionlarda olur və çox da keyslərlə qarşılaşmışıq. Mən sizə deyim, Sərvər müəllim, o qədər belə acınacaqlı vəziyyətlərlə qarşılaşmışıq. Amma çox təəssüf edirəm ki, qarşılaşdığımız hallarda biz deyək ki, empati qurmağa çalışırıq, məişət zorakılığından zərər çəkmişlə çalışırıq ki, söhbətlər aparaq və ona qarşı olunan bu zorakılığın qarşısının alınması üçün, eyni zamanda ona dəstək olmaq üçün müəyyən məsələləri ona başa salmağa çalışırıq. Amma çox təəssüflər olsun ki, zərər çəkmişlər özləri bundan yayınmağa çalışırlar. Bəzən açıq olmalar, gizlətməyə çalışırlar və bu gizlətməkdə sonda yenə də deyirəm ki, çox ağır fəsadlarla başa gəlmiş olur. Hətta mənim yadıma gəlir ki, bir neçə il bundan əvvəl çox döyülmə faktı idi, fiziki zorakılığı idi əsasən, amma biz onu araşdıranda baxdıq, gördük ki, onun içərisində həm fiziki zorakılıqla bərabər iqtisadi, eyni zamanda psixoloji zorakılıq var idi. Qadın çox pis döyülmüşdü həyat yoldaşı tərəfindən və hətta
xəstəxanalıq olmuşdu, amma xəstəxanaya onu daxil edərkən o özünün döyülmə faktını danmış və demişdi ki, nərdivandan yıxılmışam, amma təbii ki, baxan adam bilər ki, bu nərdivandan yıxılmağa bənzəmir. Nə qədər onu dilə tutsaq da İstəmədi ki, bu fakt üzə çıxsın və sonda ona zərər verən insan öz cəzasını alsın. Təbii ki, o öz həyat yoldaşı tərəfindən bu vəziyyətə gəlib çıxmışdı. Eyni zamanda evladı da var idi və sonda dedi ki, mən ailəmi ata bilmərəm. Mən hətta sizə deyim ki, bu ali təhsili olan bir xanım idi. Hətta fikirləşib bəzən deyirik ki, ola bilsin ki, insan savadsızlığından olur, bəlkə onun dünya görüşünün zəifliyindən olur. Amma çox təəssüflər olsun ki, hətta ali təhsili olub, daha geniş dünya görüşə malik olan qadınlar belə məişət zorakılığına məruz qalmış olurlar. Və burada da sağ olsun təbii ki, dövlət qurumlarına mən elə öz minnətdarlığımı bildirmək istəyirəm ki, məsələn, bizdə bir təcrübə olmuşdu, rəqəmsal məsələ ilə bağlı olmuşdu. Bir 17 yaşında olan, yetkinlik yaşına çatmayan bir qızın şantaj olunması məsələsi. Təbii ki, burada da yenə bizə dövlət qurumlarla birgə əməkdaşlıq çərçivəsində bu məsələni həll etdik və sonda cəza alan insanlar oldu. Hətta həbsxanaya belə yolu düşən insanlar oldu. Biz onda sevinirik ki, heç olmasa kiminsə həyatını təhlükədən xilas edə bildik. Və demək istəyirəm ki, insanlar ümidsiz olmasınlar. Məişət zorakılığına məruz qalmış insanlar heç vaxt öz ümidlərini itirməsinlər. Elə sonda bir mesaj olsun məncə verilişimizin sonunda izləyicilərimizə. Çünki onların arxasında ilk növbədə dövlət dayanıb. Təbii ki, dövlət qurumları bu siyasəti həyata keçirir. İnsanların təhlükəsizliyin təmin olması ilə bağlı, onlara xidmət, qayğı göstərməklə bağlı, sizin də verilişinizin adı ilə qayğıdır. Qayğı göstərməklə bağlı təbii ki, onlar həmişə rahat olsunlar ki, vəziyyətdən çıxmaq üçün onlar tək heç nə edə bilməsələr də dövlət onların arxasında dayanıb və onlara hər cürə yardımı, istər xidmət baxımından, istərsə məşğulluq baxımından, istərsə evladlarından ayrı düşməmək baxımından dövlət onlara hər cürə köməyi, dəstəyi verməyə hazırdır. Çox sağ olun Nailə xanım. Təşəkkür edir, bugün vaxtı ayırdınız, studiyamıza gəldiniz. Maraqlı bir müzakirəmiz oldu. Siz sağ olun ki, dəvət elədiniz. Təşəkkür edirəm, əminəm ki, izləyicilərimiz üçün də kifayət qədər faydalı məlumatlar bölüşə bildik və mən sonda onu da qeyd etmək istəyirəm ki, məişət zorakılığından zərər çəkən şəxslər üçün Sosial Xidmətlər Agentliyinin 116-123 qayğı çağrı mərkəzi də fəaliyyət göstərir və əlbəttə ki, bu çağrı mərkəzinə zəng edərək danışdığımız mövzuda məişət zorakılığından zərər çəkən vətəndaşlarımız öz müraciətlərini bildirə bilərlər və əlbəttə ki, konfidensiallıq da qorunacaq və onların təhlükəsizliyi təmin ediləcək. Bax belə. Qayğı verilişinin bu dəfəki buraxılışı burada yekunlaşır. Növbəti verilişlərdə görüşmək ümidi ilə sağ olun.